Herkese salam. Bugün sizinle şəffaf dodaq nəmləndirici ilə açıq rəngli olan, həm də dodağı nəmləndirən pomada test edirik. Sizcə hansı? Seriyamıza xoş gəldiniz. Bəli, başlayaq. İlk öncə şəffaf dodaq nəmləndiricidən istifadə etmək istəyirəm. Üzərində rəng var, çünki dodağımız rəngdə bir şəffaf nəmləndiricidir, yəni çox açıq rəngi var. Bilinmədi heç dodağım. Və hətta üzümün də rəngindən bir ton falan belə çox çəhrayı tonla uyan bir rəngdir. İndi əsl sadəcə olaraq açıq rəngdə olan dodaq boyasını sınayaq görək. Fərqi yəqin ki gördünüz. Bu dodağımı heç bildirmədi, nəmlətdi və şəffaf göstərdi. Bu isə çox gözəl parlaq etdi və nəm oldu dodaqlarım. Həm də dodağıma qəşəng daha çox belə gözəl bir parlaqlıq verdi. Dodaq boyası, yağlı dodaq boyası effekti verir həqiqətən. Mən çox bəyəndim. Hansından istifadə etmək daha əlverişlidir? Fikrinizi yorumlarda yazmağı unutmayın. Bu arada kanalıma abunə olun, videoda like atın. Gələn görüşlərə dək, sağ olun.